Valentin Dikul haqqında oxuya bilərsiniz. Yəni, indi mən Valentin Dikul deyiləm. Prosta insan beyni bütün başqa bu problemlə rastlaşan insanların praktikasını oxumalıdır. Valentin Dikul o vaxtı sirkdə yıxılıb, qurşaqdan aşağı paraliz olanda özü üçün cürbəcür, Sovet vaxtı elə indiki kimi trirajörlər filan yox idi. Özü üçün cürbəcür kustar metodlarla trirajörlər düzəltdirmişdi və ayaqların məcbur hərəkət elətdirirdi. Niyə görə ayaqları məcbur hərəkət elətdirirdi? Beyinə deyirdi ki, atrofiya eləmə, ayaqları, əzələləri əridmə. İndi şükür Allaha, mən niyə görə deyirəm birinci utanmacına? Çünki sən hərəkət eləməlisən, hərəkət eləyib qanı dövran elətdirməlisən və biz istəyirik ki, iynə vurdum, tərəf ağrı keçdi, sağaldım, əla, çıxdım, qoyulmaya baxan var idi, ki, deyirdi, ala bu əyilib, bu nədir, ala bu mostu qaçıb filan, mən normalam. Elə olmur, xəstələnmək eyib deyil, sən yavaş-yavaş gəzməlisən. Üzməyə getmək istəyirsən, pajalısta, get üzgünən, qan dövranın yaxşılaşdıran ləpələrdir filan, məsələn, cürbəcür şey, elə bahalı olmayan qidalar da var ki, qan dövranını yaxşılaşdırır. Ağır çəki də buna bir dərddir, ağır çəki özü də buna bir yükdür. Yəni, bu kompleks şəklində olmalıdır.